Yəqin ki, eşitmisiniz. Kral öldü, yaşasın yeni kral. Görəsən bu məsələ dövlət orqanlarının vətəndaşlara mülkiyyət hüququ üçün verdiyi sənədlərə aid etmək olarmı? Əgər aid etsək, o zaman belə çıxır ki, vətəndaşa mülkiyyət hüququnu təsdiq edən sənəd SSR qanunlarına əsasən verilibdirsə, deməli həmin sənəd müstəqillik dövründə qüvvədən düşmüş sayılır. Yəni SSR qanunu ilə torpaq sahəsi alan vətəndaş müstəqil dövlətin qanunlarına görə sənədlər köhnəldiyi üçün torpağından çıxarılmalıdır. Nə qədər gülünc görünsə də Göyçay sakini İlqar Məhərrəmli məhz bu problemlə üzləşib. Məlumat üçün bildirək ki, 1995-ci ildə Göyçay rayon Xalq Deputatları Soveti Rəyasət Heyətinin qərarı ilə Göyçay şəhərində yerləşən Əlövsət Məmmədov adına kinoteatrın arxasındakı 5 sot torpaq sahəsi İlqar Məhərrəmlinin qayını Faiq Həmzəyev üçün ayrılıb. 2003-cü ildə isə Faiq Həmzəyev öz torpağını İlqar Məhərrəmliyə bağışlayıb. Məktəbdə müəllim kimi çalışan İlqar Məhərrəmli ona bağışlanan torpaqda imkan olduqca hissə-hissə ev tikməyə başlayıb. 2007-ci ildə isə bir neçə nəfər gələrək İlqar Məhərrəmliyə bu torpaqdan çıxmasını tələb ediblər. Onlar bildiriblər ki, Əlövsət Məmmədov adına kinoteatr Əlövsət Məmmədovun oğlu Bakı şəhər sakini Maqsud Məmmədov tərəfindən özəlləşdirilib. Bu torpaq isə kinoteatrın ərazisinə daxildir. Həmin Maqsud Məmmədovun adamları, yəni qardaş uşaqları, Şakir Nəzərovdur, Mürsəl Nəzərovdur, bu adamlar gəlib mənə dedilər ki, bu torpaq bizə satılıb, sən buradan çıxmalısan. Mən onlara dedim, sənədlərinizi göstərin. Onlar mənə heç bir sənəd göstərmədilər. Müəyyən müddət keçəndən sonra, deməli, təxminən 2007-ci ilin oktyabr ayının 20-si günü Göyçay rayon məhkəməsindən mənə bir məktub gəldi ki, siz məhkəməyə dəvət olunuz. Yalnız məhkəmədə elə mənə məlum oldu ki, yəni bu kinoteatrı alan Maqsud Məmmədov mənim həmin torpaq sahəsindən çıxmam haqqında məhkəməyə iddia ərizəsi qaldırıb ki, həmin torpaq sahəsi ona məxsusdur. Amma həmin vaxtda onlar, yəni Maqsud Məmmədov məhkəməyə təqdim etdiyi sənədlərdə yalnız kinoteatrın alınması haqqında sənədləri təqdim etdi. Torpağın alınması haqqında onlarda heç bir sənəd yox idi. Torpağın kimə aid olması ilə bağlı Göyçay rayon məhkəməsində bir neçə məhkəmə prosesi keçirilib. 2008-ci ilin fevralın 13-də Göyçay məhkəməsi İlqar Məhərrəmlinin qanuni sahibi olduğu torpaqdan çıxarılması haqqında qərar qəbul edib. Həmin qətnamədən mən narazı qaldım, verdim Şəki Apellyasiya məhkəməsinə. Şəki Apellyasiya məhkəməsi oldu 2008-ci ilin mayın 28-də. Həmin vaxtı məlum oldu ki, bu adamlar torpaq şəhadətnaməsini 2008-ci ilin aprelin 4-də alıb. Fikir verin, 2008-ci ilin fevralın 13-də torpağın Maqsud Məmmədova məxsusluğu barədə Göyçay rayon məhkəməsi qətnamə çıxardır. Amma 2 aydan sonra, 2 ay keçəndən sonra Maqsud Məmmədov torpağın özəlləşdirilməsi, torpaq şəhadətnaməsi alır. Yəni onun olması haqqında sənəd alır. Mən bunlara etiraz elədim. Yəni 2008-ci ildə Şəki Apellyasiya məhkəməsi mənim ədalətli iddiamı təmin etmədi. Göyçay rayon məhkəməsinin qətnaməsini qüvvədə saxladı. Yerli məhkəmənin şanlı qərarından sonra İlqar Məhərrəmli Şəki Apellyasiya məhkəməsinin qərarından Ali məhkəməyə kassasiya şikayəti vermək qərarına gəlir. Lakin o, Ali məhkəməyə şikayət verməzdən əvvəl tanımadığı bir vəkilin onun adından şikayət verdiyini öyrənir. Mən Ali məhkəməyə həqiqətən heç bir kassasiya şikayəti verməmişdən mənə bildiriş gəldi ki, bəs mən, yəni mən Məhərrəm, burada bildiriş var, özünüz də baxarsınız, mən Məhərrəmli İlqar və mənim vəkilim Məmmədov Ramin Tarix oğlu güya Şəki rayon məhkəməsinin 28 may qərarından kassasiya şikayəti vermişik. Heç bir əhəmiyyət verilmədən bir gün mənə Ali məhkəmədən qərar gəldi ki, yəni Şəki Apellyasiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılır. Mən buna etiraz olaraq dəfələrlə Ali məhkəməyə, dəfələrlə prezidentə, Ədliyyə Nazirliyinə, digər ali orqanlara müraciət etdim ki, mən Ali məhkəməyə kassasiya şikayəti yazmamışam. Mən kassasiya şikayəti yazmaq üçün Məmmədov Ramin Tarix oğlu adlı vəkil tutmamışam, ona etibarnamə verməmişəm. Bu məsələ ilə bağlı İlqar Məhərrəmli Respublika Prokurorluğuna müraciət edib. Müəyyən müddətdən sonra Vəkillər Kollegiyası Rəyasət Heyətindən məktub gəlib. Respublika prokurorluğuna daxil olmuş məktubunuzu araşdırdıq. Müəyyən etdik ki, həqiqətən Məmmədov Ramin Tarix oğlu adlı vəkili siz tutmamışsınız, ona etibarnamə verməmişsiniz və Məmmədov Ramin Tarix oğlu vəkil kimi peşə fəaliyyətin həyata keçirərkən yol verdiyi nöqsanlara görə ona ciddi xəbərdarlıq edilir. Mən bütün bu sənədləri yenidən Ali məhkəməyə göndərdim ki, görürsünüzmü ki, mən axı kassasiya şikayəti verməmişəm burada. Sonra mənə bildirdilər ki, bəs Ali məhkəmədən, yəni plenuma, Ali məhkəmənin əlavə plenumuna
şikayət vermək hüququnuz, vaxtınız itib. Bir daha deyirəm, bu vaxtın itirilməsi məndən asılı olmayıb. Məndən asılı olan səbəb deyil bu. Çünki ora yazdım, oradan bura göndərdilər, bura yazdım, buradan ora məhkəmə. Yəni o qədər o dövlət orqanlarında mən məktubla müraciət eləyə qaldım, axırı itirildi. Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Şəki Apellyasiya Məhkəməsində keçirilən növbəti məhkəmədə sədr Elbrus Məmmədov iştirakımıza etiraz etməsə də çəkiliş aparmağımıza icazə vermədi. Məhkəmə prosesində baş verən gülünc doğuran məqamları isə görüntüsüz danışmaq mənasızdır. Problemə əks tərəfin münasibətini də öyrənə bilmədik. Maqsud Məmmədovun vəkili Zemfira Abdullayeva müsahibə verməkdən imtina etdi. Məhkəmə prosesi isə tərəflərin razılığa gələ bilməməsi səbəbindən növbəti tarixə qədər təxirə salındı. Elgiz Mahmudov, Xəyyam Rəsulov, Ramin Ələsgərov, LTV Göyçay.